Yaxşısı budur da xoş gördük. Məncə gözəl mətbəxdə hazırlanan yemək də xüsusilə dadlı olur. Elə buna görə biz də bu həftəki verilişimizdə müasir mətbəx mebelində əsas funksional elementlər hansılardır sualına cavab axtarmışıq. Yaxşısı budur, diqqətiniz bizdə olsun. Mətbəx mebelinin sahəsi nə qədər olmalıdır? Hansı xammal mətbəx mebeli üçün yararlıdır? Müasir rəng və tutacaqlar hansıdır? İşıqlandırma zamanı nəyə diqqət edək? Mətbəx mebeli hazırlanarkən qiymət necə hesablanır? Çatdırılma sonrası əlavə xərclər ola bilər? Qaz, elektrik və su boruları quraşdıran zaman niyə diqqətli olmalıyıq? Gününün çox hissəsini mətbəxdə keçirməyi sevən qonağımız üçün burada ən önəmli detal nədir? Az sonra yaxşısı budur da. Mətbəx mebeli evin ümumi interyerinin tərzini ifadə edən və tamamlayan ən vacib elementlərdən biridir. Buna görə də evimizin ümumi üslubuna diqqət yetirərək necə dizaynda mətbəx istədiyimizə qərar verməliyik. Birinci növbədə biz mebelin dizaynı hazırlanmamışdan və 2D görünüşü hazırlayırıq. Yəni burada daxildir elektrik, su sistemi, kanalizasiya xəttləri, bunlar hər bir şey göstərilir. Sonra belə deyim, mətbəxin 3D görüntüsü hazırlanır, ölçüləri, bölgüləri, belə deyim, elektrik avadanlıqları, bunlar hamısı nəzərə alınır, ona uyğun mətbəx mebeli yığılır. Loft üslublardır, minimalist üslublardır, klassik və daimi yaşayan klassik üslubdur. Mətbəx sahəmiz 20 kvadratdır. Mətbəx mebelimizin tərzi isə neoklassik tərzdədir, açıq rəngdə, yəni gördüyünüz kimi süd bəyazıdır. Əvvəlki mətbəxlərlə indiki mətbəxlər arasında ən birinci funksionallıq dəyişikliyi var. Çünki indi bir çox mexanizmlər var və müxtəlif ölçülər də var. Hətta bizim künc dediyimiz hissəni əvvəllər belə deyim, o itkiyə gedirdi. Amma son illərdə olan mexanizmlərin o isə sıfır itkidə olur. Mətbəxin üstünü tac dediyimiz və mətbəxə uyğun tərzə olan taclarla belə deyək bağlayırıq. Bu da həm görüntünün qarşısını alır, çirkli görüntünün qarşısını alır, həm də tozun, belə deyək, ora toz yığılmır da, tozun qarşısını alır. Məncə də gedək elə həmin məkana, çox maraqlı yerdir. Məncə də. Mətbəx mebeli ailəmizlə gün ərzində daha çox zaman keçirdiyimiz məkandır. Elə buna görə gəlin görək dizaynerlərimiz nə məsləhət görür? Evin içərisinə daxil olan zaman mətbəx hansı güşədə olmalıdır? Ev aldın, mətbəx hissəsi daha çox çalışmalısan ki, cənub hissəyə düşsün. Yəni cənub-şərq hissədə olmağı daha funksionaldır. Sonra pəncərə olmalıdır mətbəxdə. Olmayacaqsa havalandırma sistemi mütləqdir ki, aspirator məsələn bunlar olmalıdır, nəzərə alınmalıdır. Çünki həm təhlükəsizlik baxımından, həm iyi baxımından, iyi qoxu baxımından ki, məsələn evin digər sahələrinə düşməsin. Evə daxil olan zaman, məsələn evə qonaq gəlir, evimizin daha çox istifadə edəcəyimiz zonası mətbəx hissəsidir. Yəni girişlə üz-üzə olmamalıdır əslində. Yəni sadəcə qonağın rahat evə daxil ola biləcəyi, yemək zonasına servisi daha rahat, necə deyim, çatdırılma olma hissəsində yaxın olmalıdır. Mətbəx mənzilin digər otaqlarından tamamilə fərqlənir. Belə ki, mebel alarkən onun suya, buxara, zərbəyə, yüksək temperatura davamlı olmağı, həmçinin bununla yanaşı gözə xitab etməyi də çox vacibdir. Bu səbəbdən də mətbəx mebellərinin keyfiyyətli və uzun illər istifadə oluna bilməsi hər bir ev sakini üçün son dərəcə vacibdir. Elə isə gəlin material seçimi zamanı diqqətli olacağınız məqamları öyrənək. Mebelin karkası belə deyim, mətbəx mebelində daha çox biz korpus hissəsini, gövdə hissəsini laminatdan veririk. Çünki daha yüngüldür daşınmağı baxımından. Amma belə qapaqlar olsun, məsələn, düzdür, müştəri istəklərindən bağlı dəyişir. Amma belə deyim, daha çox davamlı olmağı MDF lamdır. Yəni boya götürmək baxımından. Amma düzdür, büdcə ilə bağlıdır yenə də. Adamlar istəyir ki, laminat olsun. Amma dözümlülük baxımından hal-hazırda ən çox MDF materialından istifadə edirik, bir də boya. Gövdə hissəsi, yəni korpusu deyək, laminatdır. Üstü isə MDF, bir üzlü MDF və boyadır. Üst hissəsi isə süni mərmərdir. Həm sinəliyi, həm də dəzgah hissəsi süni mərmərdəndir. Müştərinin büdcəsinə uyğun ayarlanır. Mətbəx mebelinin üst qabıqları, içli adətən
laminatdır və standart qiymətdir, amma əsas mətbəx mebelinin qiymətdə dəyişimi onun mexanizmindən və üz qapaqlardan asılıdır. Qapaqların da ən yaxşı son illərdə bir üzlü MDF və boya ilə olanda. Çünki boya ilə cızılanda və ya rənglərdə məsəl üçün nəsə bir dəyişiklik olanda ona müdaxilə eləmək olur. Ancaq hazır qapaqlarda, hazır materiallarda onlara heç bir müdaxilə eləmək olmur. Ona görə boya daha çox üstün tutulur. Mətbəx mebeli iki hissədən ibarətdir. Aşağı gövdə, yuxarı gövdə. Və mətbəx mebelinə materialların laminat materialından, MDF-lam materialından, gövdələrə ancaq ən çox laminat materialından istifadə olunur və həm yüngül olmağı üçün suya da dözümlüdür. Amma qapaq hissələrinə, ön hissələrinə panellərdən istifadə olunur. Suya dözümlüdür, istiyə dözümlüdür, soyuğa dözümlüdür. Hər rəngdə var, hazır materiallardır. Müştərinin istəyindən çox şey asılıdır. Ancaq dözümlü olduğu üçün biz MDF-dən istifadə edirik. Üz qapaqlarına, görünən hissələrə. Suya davamlı, istiyə davamlı xam MDF deyilən material var. Türkiyə istehsalı var, Rusiya istehsalı var, bizim yerli istehsallarımız var. Və daha doğrusu ən gözəl Türkiyə istehsalından olan materiallardan istifadə edirik. Onlar daha suya davamlıdır, daha istiyə davamlıdır. Mebelləri hazırlatmadan öncə onun materialına mütləq diqqət etməliyik. Bunu bildik. Çünki dolabların özünü və onların qapaqlarını müxtəlif materiallardan hazırlamaq mümkündür. Burada əsas məsələ mebellərin davamlılığıdır. Material seçimindən başqa hansı məsələlərdə diqqətli olaq? Sualına ustamız belə cavab verdi. Mətbəx mebelinin funksional olmağından ötürü biz mexanizmlərdən istifadə etməliyik və əlavə mexanizmlər var ki, çəkəcəklər var, sirmələr var. Məsələn, mexanizmlərdən, sirmələrdən tandem box, level box. Bu mexanizmlərdən istifadə etməliyik ki, mexanizm daha funksional olsun. Kiçik ölçülü mətbəxlərdə mətbəx mebelinin üst hissəsi tavanacan yığılmağı daha məsləhətdir. Mətbəx mebellərimizə yeni modellərdə qulplu, qulpsuz modellərimiz var. Müştərilərimizin çoxu qulpsuz modellərə daha çox üstünlük verirlər. Qulpsuz modellərimizdə aşağı hissəsində el profillərindən istifadə olunur. Yuxarı hissələrində basac aksesuarlarından daha çox istifadə olunur. Əksər hallarda mətbəx mebellərimizdə gizli işıqlardan istifadə olunur və bu mətbəx mebelinin görüntüsünü daha çox gözəlləşdirir. Mətbəx mebelində ümumən tutacaqdır, oymalı, bir də basac, yəni açılma mexanizmləridir. Amma son dövrlərdə ən çox tövsiyə etdiyimiz oymalı mexanizmlərdir. Yəni əl keçib bu hissədən belə oymalı mexanizmlər həm əl ləkələrinə qarşı daha yaxşıdır, həm də ümumi görünüşdə gözəl görünür. Mətbəx mebeli seçərkən rəngində də diqqətli olmaq lazımdır. Yaxşı olar ki, ailənizlə birlikdə qərar verəsiniz. Elə isə gəlin görək, trenddə olan rənglər hansılardır? Rəng məsələsi biraz zövq məsələsidir, müştərinin zövqüdür və evin formasına da uyğun. Çünki məsəl üçün deyim, bəzən müştərilər tünd qapaqlar istəyir, amma evimizin, mətbəximizin ölçüsü balaca olduğundan biz çalışırıq daha fərah, daha açıq rənglərə üstünlük verək və müştəriyə də bunu başa salırıq ki, bu məsələlərə görə açıq rənglər daha üstündür. Son illərdə əsas ağac teksturalarıdır və açıq rənglərə üstünlük verilir. Yenə də dediyim kimi, müştərinin zövqünə görə də dəyişir. Mətbəxin işıqlandırılması yemək bişirərkən, təmizlikdə, digər işlərdə rahatlığa, səmərəliliyə təsir edə bilən mühüm dizayn və təhlükəsizlik aspektidir. İşıqlandırma birinci növbədə mətbəxdə çöl işığı, yəni mütləq olmalıdır. İkinci növbədə mətbəx arası LED işıqlar nəzərə alınmalıdır. Sonra tavan işıqlandırılmasıdır. Yəni burada iş görən zaman, yəni rahat olmalıdır, funksional olmalıdır. Mətbəx asanlıqla çirklənən bir sahədir. Ona görə də asan təmizlənən işıq qurğularını seçməlisiniz. Həmçinin buxar və qida hazırlayarkən yaranan sıçrayışlar olur deyə suya davamlı olması vacibdir. Mətbəxdə ən birinci təhlükəsizliyə diqqət olunmalıdır. İkinci funksionallıq, rahatçılıq, bunlara diqqət olunmalıdır. Məsəl üçün qaz xətti çəkilirsə, bunu servis etməlidir, yəni kənar müdaxilə olmalı deyil.
Bunlarda boruları nəzərə almalıdır. Qaz xəttlərinin, məsələn, paslanmaz materialdan olmalıdır, mis və ya poladdan olmalıdır. Su xəttinə, işıq xəttinə yaxın olmamalıdır. Hal-hazırdakı mənzillərimizdə daha çox studiya tipli olduğundan mətbəx hissəsi, yəni əvvəlki proyektlər kimi deyil, nəzərə alınmır. Belə çox balaca olur, belə funksionallığı az olur. Daha çox məsələn kvadratura ilə götürülmür. Yerləşim planına baxırsan, sonra şaxta sistemində yaxın olmağıdır, sonra pəncərəyə yaxın olmağı, yəni bu şeylər nəzərə alınmalıdır mətbəx hissəsində. Mətbəx hissəsinin divarı əgər hamam otağı ilə bölünübsə, nəm çəkmə baxımından, yəni bunlar da nəzərə alınmalıdır mətbəx hissəsində ki, par falan bu şeylər olmasın. Mətbəx mebelini dizayn edərkən əsasən çalışırıq qaz hissəsinin altında olan şkaflar boşluq olsun. Yəni boş ora duxovka və ya paltaryan qoymaq düzgün deyil. Bəzən məcburiyyətdən, yer məhdudiyyətindən bəzən qoyulur, amma biz tövsiyə eləmirik. Çünki məsələn paltaryan qoyulanda istər-istəməz qazın istiliyi vurur və ya qaz xəttindən istənilən bir müdaxilə, istənilən zaman istənilən bir müdaxilə eləmək üçün boşluq olmalıdır. Duxovka isə ona görə çalışırıq, yer bizə imkan verdiyi qədər çalışırıq qoymayaq ki, çünki duxovkanın ağzını açarkən onun istiliyi mətbəxdə işləyən xanımın belə deyək də düz üzünə vurur. O da yaxşı deyil. Çalışırıq onu boyuna, yəni insan boyuna və ya həmin müştərinin boyuna uyğun hissədə belə deyim dizayn eləyək ki, funksional olsun. Biz də bacardığımız qədər, çalışdığımız qədər mətbəxdə avadanlıqları elə yerləşdirməliyik ki, funksionallıq və mətbəxdə işləyən insana rahat olsun. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. High-tech və modern üslubları minimalizm üslublarına yaxındır. Bu üslublarda yalnız mebellərin ən lazımlı predmetləri mövcuddur. Amma eyni zamanda onlar praktik olaraq istənilən materiallardan hazırlana bilər. Bu dəfəki verilişimizin məşhur qonaq rubrikasında düşündük ki, mətbəxdə daha çox vaxt keçirməyi sevən bir xanım olmalıdır. Bəli, o Könül xanımdır. Xoş gəldiniz. Necəsiz Könül xanım? Çox sağ olun, xoş gördük sizi Günay xanım. Statistik xanım gün ərzində 2 saat, 3 saat mətbəxdə keçirdirsə, bizi kimi xanımlar, yeməyin içində olan xanımlar demək olar ki, hardasa ən azı 20 saat biz daima mətbəxinə təmasdayıq. Çox maraqlı, fərqli bir dizaynı var sizin mətbəxiniz. Bayaqdan gələndən elə bütün detallara bir-bir baxıram. Burada qədimi əşyalar görürəm, qablar görürəm. Fərqlidir. Nəyə görə belə fərqli dizaynı sevirsiniz siz? Anamgilin evinə gedəndə baxıram ki, eynən krujvalı salfetkalar, uşaq vaxtı nəsə toxumuşdum, onu düzür, qoşur. Başa düşürəm ki, o getdikcə artıq evdən gələn bir şeydir. Canınıza hopub o da. Hə, istəyirsən ki, bu dükan gələndə mətbəx insanlar rahatlıq tapsınlar və soyuq onlara gəlməsin. Çoxları gəlir, əyləşir mətbəximizdən çay süzürük, kofe danışırıq, söhbət eləyirik, təmasa giririk və görürlər ki, yəni bizim havamıza daxil olub, tariximizi danışırıq. Bu arada deyim, izləyicilərimiz də bilsin, Könül xanım məşhur futbolgerlərimizdən biridir. Həm də onunla yanaşı belə satışla da məşğul olursunuz. Biz həmin o satış olan sizin iaşə obyektindəyik də belə deyək, düzdürmü? Giriş. Burada biz bu günləri həm də nəsə hazırlayacağıq. Bilmirəm nədir. Gördüyüm qədərilə qutabdır deyəsən. İstədim sizi biraz təəccübləndirim. Çünki xəmir yeməkləri elədir ki, vaxt çox aparır. Siz ayrıca xəmir yoğurmalısınız, içliyi düzəltməlisiniz. Amma biz xanımlarımız üçün biraz asanlaşdırmışıq. Çünki yaydır, bağ mövsümüdür. Biz nə edirik? Biz qutabları hazırlayıb dondururuq. Artıq istəyəndə, qonağımız gələndə birdən. Hə, uşaqlarımız orada qışqıranda ki, qonaq gəldi. Hə, acmışam falan. Yəni hazır dondurucudan çıxardıb hazırlaya bilərik. Bu cür bu halda artıq qalır ki, tavamızı isidək. Sacımız olmasa belə ev şəraitində göstərəcəyik necə hazırlamaq olar. Həmişə alanda qazanlarınıza fikir verin, çünki sağlıqlı olmalıdır. Keçmişə baxmaqdan çəkinməyin, qorxmayın. Yəni bizim nənələrimiz nədən istifadə edibsə, arada bir
göz yetirin. Qazan demişkən, bu qazanın Çox ağır. qapağını qaldırmaq çox çətin məsələ. Çuğun, bu çuğun qazanlardır, bu daşdır. Yəni nə tifaldır, nə tiflon deyil. Əl lazımdır. Bəli, bunun qulluğu da ayrıca olmalıdır. Amma yəni bilirsiniz ki, bunu aldıqsa, yəni ömürlük sizə qulluq eləyəcək. Yəni hətta nəvələrinizdə belə bu qazanlar qalacaq. Məsələn, bizdə mis qazanlarımız da var, mis tavalarımız da var. İndiki zamanda çox bahadır əlbəttə ki bunlar, amma yenə də deyirəm, əgər istəmirsinizsə zəhərlənmə olsun, əgər istəmirsinizsə mikroblar daxil olsun yeməklərinizə, mis qazanlardan istifadə edin. Tavamız Keçək bizim hazırlayaq. qızıb. İstədiyiniz yağdan birazca tökə bilərsiniz. Duru yağdan. Bəli, baxın, çox töksəniz, qutablarımız dönəcək olacaq çeburek. Biraz töksəniz, qutab kimi qızarda bilərik. Az olmalıdır bir sözlə yağ. Köyn xanım, sizə görə mətbəx mebelində olmazsa olmaz nədir? Mənim üçün bıçaq. Bıçaq. Hə, böyük, iri, professional bıçaq. Mən balaca bıçaqlarla işləyə bilmirəm. Bıçaq nə qədər iti olsa, o qədər kəsimlər əldə az olacaq. Bir üzü qızarandan sonra Nar kimi qızardı ya Köyn xanım. Demək ki, qutabı dondurucuda da saxlamaq olur. Öncədən hazırlayıb dondurmaq olur. Hansı qidaları sizə görə yarım fabrikat hala salıb mətbəxdə işimizi daha da asanlaşdıra bilərik? Məsəl üçün işləyən xanımlarımızın baxın, ən xırda işlərimiz bizdə ən çox vaxt apardığımız dolmadır və düşbərədir. Və ona görə də bizdə ən güclü satışda dolma və düşbərədir. Çünki buna saatlarla vaxt ayırırlar, amma hazır bizdən alandan artıq qonaqları var, gəlirlər. Qazanla belə götürüb, aparıb, rahat işlərini asanlaşdırılır. Köyn xanım, mətbəx mebeli deyəndə müxtəlif dizaynlar da yadımıza düşür, müxtəlif üslublar var. Sizə görə ən yaxşı üslub, ən maraqlı üslub rahat. nədir? Gördüyünüz kimi mən xoşlayıram daha əvvəlki-də, yəni Klassikanı klassika, sevirsiniz. hə. Hətta mən Görürəm elə burada yoxdur, rəflər yoxdur yuxarıda, ancaq aşağı rəflər. ancaq məndən olsa ancaq taxtalardan ibarət olardı və təbii daşlardan, artıq avadanlıqlardan daha az istifadə edərdim. Hətta mən xoşlayardım ki, nə qaz olmasın, nə elektrik olmasın, odundan yemək hazırlayardıq. Peçlərimiz əvvəlki peçlərdən hazırlayardıq. Qutabları qoyursunuz peçə, qazanda yeməklər, quzu ətini, o tip, o qədimi əvvəlki vaxtlardakı mətbəxinə onu arzulayaram daha çox. Qədimiliyi daha çox sevirsiniz. Daha çox təbii. Əla, əllərinizə sağlıq. Yaxşısı budur, əziz xanımlar, mətbəx mebelini öz ürəyiniz istəyən kimi hazırlatdırın ki, orada sevgi dolu yeməklər hazırlaya biləsiniz. Təşəkkür edirəm. Siz də sağ olun, Günel xanım, sağ olun. Müasir mətbəx mebellərində təklif olunan yeni mexanizmlər insanı sadəcə heyrətləndirir. Elə isə gəlin görək, mütəxəssisimiz müasir yeniliklər deyən zaman başqa nələri nəzərdə tutur? Artıq bir xeyli müddətdir ki, mətbəxdə olan məişət avadanlıqları, əsasən soyuducular, qabıyan vasitələr mebelin fasad arxasında gizlədilir, estetik görünüşü gözəl göstərmək üçün. Müasir mexanizmlərdən gizli karqoları əlavə eləmək olar, hansılar ki, ədviyyat qabları, şüşə qablar daha az yer tutmaqla həmin mexanizmlərdə yerləşdirilir. Dolablarda olan, arxada olan əşyaların götürülməsi üçün mexanizmlər var ki, mexanizm qabağa çəkilir, yəni insan arxaya əyilmədən, aşağı əyilmədən həmin əşyaları götürə bilir. Yəni mətbəxdə işləyən insanların işini asanlaşdırmaq üçün nəzərdə tutulur bunlar hamısı və yaxud yuxarıda olan mətbəx dolablarının içində xüsusi mexanizmlər, elektrikli rəflər nəzərdə tutulur. O rəflərə nəyəsə üstünə çıxmadan əl çatmaq olmurdu əvvəl, amma indi sadəcə bir düyməni basmaqla həmin rəfi aşağı gətirmək və orada olan əşyaları götürmək, qoymaq, yəni istifadə etmək olur. Mətbəxdə tətbiq olunan bu yeni texnoloji həllər əsasən mətbəxdə işləyən, mətbəxdə istifadə edən insanların işini daha rahatlaşdırmaqla yanaşı, əvvəllər daha az istifadə olunan, istifadəsiz qalan yuxarı rəflərin və yaxud da küncdə qalan digər hissələrin də istifadəsinə kömək edir. Çünki mexanizmlər var ki, küncdə qalan modulları, mətbəx modullarının daha yaxşı istifadəsinə imkan yaradır.
həm o mexanizm qabağa çıxır, həm onun arxasına da əşyalar yığmaq olduğuna görə künc modullar da bu işlərdə bizə kömək edir. Yəni ümumiyyətlə bu bütün mexanizmlər, bu yeni texnoloji həllər mətbəxdə təklif olunan, onlar müasir mətbəxi həm estetik baxımdan tamamlamaqla yanaşı, həm də çox gözəl funksionallıq qatır. Yəni mətbəxdə işləmək üçün daha komfort şərait yaradır. Mətbəx mebelində dəzgahlığın materialının seçimi ayrı bir mövzudur. Burada kəsmə, yuma, təmizlik və s. kimi bütün mətbəx prosesləri gedir deyə nəm, yağ sıçrayışları müşahidə oluna bilər. Buna görə də dəzgahın materialı elə olmalıdır ki, bunlara dözə bilsin. Növbəti bir neçə il ərzində öz ilkin görünüşünü itirməsin. Deyilənə görə yaxşısı akril dəzgahlarıdır. Akril dəzgahlar akril qatran, pigment və mineral doldurucunun birləşməsidir. Göbələklərə, nəmə və yuyucu vasitələrə qarşı davamlıdır. Həmçinin asanlıqla təmizlənə bilər. Mətbəx mebelinin vacib elementlərindən biri də onun dəzgah hissəsidir. Dəzgah hissəsi mətbəx mebelinin ən çox istifadə olunan hissəsidir. Ona görə buradakı seçimə daha çox fikir vermək lazımdır ki, uzun müddət mətbəx mebelinin dəzgahı istifadəyə yararlı olsun. Mətbəx mebeli müasir dövrdə əsasən dəzgahlar istifadə olunur. Akrilik dəzgahlardan, keramogranit dəzgahlardan, kvarts dəzgahlardan və daha əvvəl istifadə olunanlar mərmər və tökmə mərmər dediyimiz mərmərlər idi. Mərmərdə nisbətən işlək olduğuna görə ləkə qalmaq variantı olur dəzgahın üstündə. Akrilik mərmərdə də həmçinin ləkə qala bilir, amma onu müəyyən vasitələrlə təmizləmək olur, o ləkələri aparmaq olur. O, yəni yenidən dəzgahı dəyişmək anlamına gəlmir. O həll olunur, bərpa olunur. Daha sonra var keramogranit dəzgahlar. Keramogranit dəzgahlar onlar həm ləkəyə, həm cızılmaya, həm istiyə, soyuğa daha davamlıdırlar, daha estetik görsənirlər və təbii mərmər effektini daha yaxşı verə bilirlər. Bir də var son illərdə trend olan kvarts dəzgahlar. Kvarts dəzgahlar həm öz qalınlığına, möhkəmliyinə, eyni zamanda cızılmama və ləkə saxlamama xüsusiyyətlərinə görə praktikada digərlərindən özünü daha yaxşı göstərirlər. Kvartslar hal-hazırda Azərbaycan bazarında bir neçə ölkənin kvarts dəzgah materialları satılır. Bura Türkiyədir, Çindir və İsrail istehsalı kvarts dəzgahlar materialları var. Ortalama bazar qiyməti kvarts dəzgahların 600 manatdan 900-800 manata qədər dəyişə bilir paqon metrəsi. O, onların üstünün dəzgahın teksturasından asılıdır, mat, parlaq olmağından asılıdır. Bu qiymət civarındadır hal-hazırda Azərbaycanda kvarts dəzgahların qiymətləri. Ekoloji cəhətdən dəzgah hissələri laminatdan olur, bir də mərmərdən olur, bir də hazır listlər deyək də, bunlar MDF-də olur. Amma əsasən bu dəqiqə bazarda bizdə istifadə olunan laminatlardır. 3.6 belə deyim ölçüdə millidə olan laminatlar və tökmə mərmərlərdir. Tökmə mərmərlərin təmizliyi, funksionallığı və biraz qiymət cəhətdən daha uyğun olduğundan və görünüşü də qəşəng olduğundan son illər ən çox süni mərmərlərdən, yəni tökmə mərmərlərdən istifadə edirik. Sudan qorunmaq üçün ona görə biz öncədən müştərilərimizə bildiririk hansı materiallar daha dözümlüdür. Ümumiyyətlə mətbəx mebelinin hansı materialdan qurulmağından asılı olmayaraq onun dözümlülüyü onun istifadəsindən asılıdır. İstifadə etdiyimiz müddətdə nə qədər səliqəli və ehtiyatla istifadə eləsək, bir o qədər mətbəx mebelimizin ömrü də uzun olacaq. Əsas su dəyən hissələr bizdə qab yuduğumuz ərazilərdir və su sisteminin olduğu hissədir. Bunun da içini biz laminatdan elədik və laminat materialı ümumən şişməyə meyilli olduğu üçün biz ora alüminium folqa deyilən, yəni alüminium material deyilən bir material var. Ondan qoyuruq ki, su sızması falan belə bir şeylər olarsa, o dəqiqə belə deyim, şişmə verməsin. Çalışdığımız qədər əl izi qalan materiallara üstünlük vermirik. Mətbəx mebelində ən əsası, yəni funksionallıq, rahatçılıq nəzərə alınmalıdır. Bir də praktiklik. Bunun üçün məsələn qab yuyan hissə ilə qaz arasında məsafə olmalıdır. Çünki məsələn isti nəyə bir şey dəyməməyinə görə, sonra aspirator, havalandırma sistemi mütləq olmalıdır. Elektrik prizləri olmalıdır. Bunlar da hər biri qazdan, bir də sudan kənar məsafədə olmalıdır ki, yəni su dəyməsin, qazdan nəsə bir istilik keçməsin. Yəni bunlar hər biri nəzərə alınmalıdır.
Müasir mətbəxlərdə xanımlarımızın qab yuyulan hissəsində əlavə olaraq qab yuyan aparatı qoyulur. Yəni bunlar istəyə bağlıdır, daha da praktikdir, yəni iş görmək baxımından. Mətbəx təmir edərkən və ya yeniləyərkən qiymətlər cədvəli hazırlanır. Materiallar, dizayn formaları kimi detallara bağlı olaraq qiymət dəyişir. Bəs mebel hazırlanıb quraşdırıldıqdan sonra əlavə xərclər ola bilər? Bunlar hər biri müqavilə ilə təyin olunur, yəni bütün punktlar müqavilədə olur. Ona görə də evə gələndən sonra başqa bir dəyişiklik olmur. Əlavə xərclər çıxmır. Artıq bildik ki, mətbəx mebeli seçən zaman həm estetik görünüş, həm də funksionallıq nəzərə alınmalıdır. Düşünürəm ki, mətbəx mebeli seçən zaman bizim mütəxəssislərimizin fikirləri işinizə yarayacaq. Gələn həftə yenidən yaxşısı budur da görüşənədək. Hələlik.